Yeri gəlmiş ki, məni bir şeydir, bir sizlə maraqlandırır Tural bəy. Yaxşı, Zelenski gəldi Azərbaycana. Alyona'nın Zelenski ilə görüşü oldu mu? Məsələn, mən bunu bilmək çox maraqlı olardı. Niyə də göstərməyəsən? Hı -hı. Elə Çox deyil. maraqlı məqamdır. Mən də düşünürəm ki, ən azından İlham Əliyev Zelenskini öz evinə, imarətinə dəvət edə bilərdi bir qonaq kimi, əziz qonaq kimi. Çünki ailəsinin bir üzvü də Ukraynalıdır, Alyona Əliyeva. Necə ola bilər? Axı biz keçənlərdə gördük ki, Rusiya prezidenti, keçənlərdə deyirəm, bir neçə il əvvəlin söhbətidir, Azərbaycana səfər etdi, hələ müharibə gedən ərəfədə idi və Mehriban Əliyeva da gəldi, evində görüşdülər, birgə terasla oturdular, bir poz verdilər, görüntünü şəkildə gördük biz, Putin gələrkən. Niyə? Düymələri açıq, göy ki öz evinə gəlib. Qalstuklusuz falan. Amma Zelenskini evinə dəvət etmədi. Maşallah, axı cənab prezidentimizin də təkcə Bakıda evi yoxdur ki. Baxıda Şamaxıda da evi var, Qəbələdə də evi var, o Xızıda da evi var. Orada da hətta bir kəndi, o həmən Qəbələyin bir kənd var. Kəndi yerlə yeksan edib, hətta qəbirstanlığı da köçürmüşdü. Xatirinizdədir, bir reportaj da hazırlanmışdı orada. Əliyev orada özünə böyük bir imarət da tikmişdi. Bu kəndin 2 sakini var. Ölkə başçısı İlham Əliyev və onun qızı Leyla Əliyeva. Qəbələnin Küsnət kəndi bu 2 sakinə görə boşaldılıb. Hazırda kəndə giriş qadağandır. Qonşuluqda yerləşən Laza kəndində sakinlər Küsnət barədə keçmiş zamanda danışırlar. Aşağıda yerləşirdi də orada prezidentlikdi. Aşağıda var, Pavarotta küncdə. Orada olurdu da Küsnət kəndi. Gəlinini orada gətirib, orada da görüşdürə bilərdi, amma bunu görmədik. Heç Mehriban Əliyeva da yox idi, vitse-prezident. Mehriban Əliyeva yox idi. Heç İlham Əliyevin oğlu Heydər Əliyev də yoxdur. Dəsən evdə uşaqlara baxır, həmişə Alyona Əliyeva gedir ora-bura, iş başındadır, amma Heydər Əliyev özü yoxdur. Evdə səhv etmirəmsə 2 dənə övladı var. Allah canlarını sağ eləsin. Yəqin evdə uşağa baxır. Əli uşaqlıdır. Əli uşaqlıdır. Çünki Alyona başlıqlardan çıxmır. Deyirsən, Ayşe, bu hardadır, biz əri hardadır. Tural bəy, hər halda bu da maraqlıdır. Yəni, bu çox maraqlı bir məqamdır ki, Putin gələndə ailə üzvü kimi, Zelenski gələndə isə ailə yoxa çıxmışdı. Hər halda kamera qarşısında yox idi. Bilmirik, indi doğrudan görüşübmü, görüşmür. Məsəl üçün, o qədər pul töküb PR-a verməkdənsə, ən gözəl PR məncə bu olardı ki, Alyona Zelenski ilə Ukrayna dilində danışır. Elə deyilmi? Soruşaq izləyicilərimizdən sizə necə təsirat bağışlayardı bax belə bir görüntünü görmək? Məncə gözəl bir PR olardı. Elə deyilmi? Bunun üçün biraz cəsarət lazımdır. Doğru. Söz olmasın, nə lazımdır. Bəli. Bəlkə cənab Zelenski səhv addım atıb əlində Ukraynadan paypuş gətirə bilərdi xanım Əliyevaya, yəni Alyona Əliyevaya, onu da görmədik. Bəlkə ondan inciyiblər ki, Zelenski niyə? Yox, bilirsiniz, adam 4 ildir ailənin gəlinidir. 4 il. Yenə müharibə başlayandan. Bəli. Və gizlədiblər 4 il Mehmanın araşdırmalarına görə gizlədirlər ki, adam Ukraynalıdır. Yəni, belə də olmaz da. İndi əslində çox sağ ol desinlər ki, Mehmana görə bugün xanım Pasxaya da gedə bilir, nə bilim, kafedrala gedə bilir və s. Nəysə, çox, bilirsiniz, o özlərinin dəyərlərini göstərir də. Yəni, burada nə var ki, sən ailəndə, əslində İlham Əliyevin belə çıxır ki, nəvələri də 2də 1 Ukraynalıdır. Onun üçün bundan fəxr et, bunu göstər. Ümumiyyətlə, aşkarlıq, bilirsiniz, yəni o kiri standartın olmaması buna görə lazımdır. Blogerlər, jurnalistlər buna görə lazımdır.